Bugün biz kimyəvi tarazı qayda hesablamalardan misal nümunələr işləyəcəyik. Birinci sual azot və hidrogen başlanğıc qatlıqları deyirsə, dərhal reaksiyanı yazmaq vacibdir. N2 plus H2 alınır amoniak, yəni NH3. Əmsallaşma aparırıq 3 hidrogenin qarşısına, 2 isə azotun qarşısına yazdım. Bu tipli məsələlərdə, tarazı qayda məsələlərdə isə başlanğıc sərf olunan və tarazlıq olunur. Ona görə başlanğıcı bu ilə işarə edirlər, sərf olunanı S ilə, tarazlığı isə T ilə işarə edirlər. Başlanğıcın digər adı reaksiyaya sərf olunandır. Daha doğrusu götürülən. Başlanğıcın digər adı götürüləndir. Götürülən. Sərf olunan digər adı isə reaksiyaya daxil olandır. Reaksiyaya daxil olan T isə artıq qalan maddədir. Onu yer çatmadığı üçün yerləşdirmirəm. İndi deyir ki, azot və hidrogenin başlanğıc qatlıqları. Başlanğıc dediyi üçün bu olan hissəyə azotun 4, hidrogeni isə 3 verib, qeyd elədim. Daha sonra cümləni oxuyuram. Deyir 0,5 mol bir litr azot reaksiyaya daxil olarsa, mən bayaq dedim, reaksiyaya daxil olan sərf olunan deməkdir. Ona görə də azotun deyir 0,5-i reaksiyaya daxil olarsa yazdım. Bu maddələrin həmin anda tarazlıq qatlıqlarından söhbət gedir. Tarazlıq. Tarazlığın da düsturu, ümumiyyətlə belə bir düstur var. Başlanğıc maddə bərabərdir sərf olunanla tarazlığın cəminə. Elə düşünün ki, mən bir maddə götürmüşəm. Bu mənim ilkin maddəmdir, başlanğıcımdır, əlimdə olandır. Reaksiya apardıqdan sonra hamısı yox, bir qismi reaksiyaya gedir. Bu sərf olunan sayılır və qabda isə müəyyən qədər qalır. Buna isə artıq qalan deyirlər, yəni tarazlıq. Ona görə də başlanğıc götürdüyüm sərf olunanla tarazlığın cəminə bərabərdir. Bu düstura əsasən mən azotun tarazlıq qatlığını tapa bilərəm. Yəni bura A qeyd eləyirəm. A-nı tapa bilərəm. Başlanğıcım yazım burada bir dəqiqə qeyd eləyək, orada pozaq. Burada qeyd eləyək. Demək, başlanğıcım azotun 4-dür, sərf olunanı 0,5-dir, tarazlığı isə A-dır və tapıram A-nı 3,5. Deməli, gətirirəm, buraya yazıram 3,5. Tapdım azotun ki 3,5-dir. Cavab ya D olacaq, ya Y. İndi keçirəm azotu hidrogeni tapmağa. Hidrogeni də B hərfi işarə eləyirəm. Hər zaman tənasüb qurarkən yadınızda saxlayın. Yalnız və yalnız sərf olunana görə tənasüb qurursunuz. Tənasübü yalnız sərf olunana görə qurun. Bir daha deyirəm, sərf olunana. Çünki sərf olunan reaksiyaya daxil olan deməkdir. Biz ancaq buna görə, nə artıq qalana görə, nə də başlanğıca görə tənasüb qurmayın. Onda məsələmiz yanlış alınacaq. Tənasübümüzü sərf olunana görə. Deməli, tənasübün bir hissəsi görünür. Bax, sərf olunan hissədə görünür. 0,5-i B yazıblar. Deməli, 0,5-ə B-dir. Düzdürmü? İndi baxıram, azotun əmsalı neçədir? 0,5 nəyinkidir? Azotunkidir. Düz deyil. Yuxarıda baxıram, əmsalı 1-dir reaksiyada. Ona görə 1. B-nin hidrogen olduğu üçün B, hidrogen əmsalı neçədir? 3. Deməli, 3 yazıram. Bu azotunki, bu isə hidrogenki olduğu üçün əmsallarına baxdım və qeydiyyatımı apardım. B-ni tapıram, eləyir 1,5. Düzdürmü? Gətirib yazıram bura 1,5. Tənasübü özünüz əldə edirsiniz də. Tapdınız 1,5. İndi mən də bayaqki düsturum nə idi? Başlanğıc bərabərdir sərf olunan plus tarazlıq düsturuna əsasən. Başlanğıcım hidrogenin 3-dür. Bərabərdir sərf olunanın 1,5-dir. Tarazlığım da ki, bilmirəm, T yazaq. T yazaq bura. T da neçə eləyəcək? 1,5. Deməli, hidrogenin tarazlığı 1,5 imiş. Yəni, həmin anda qatlığı 1,5 imiş. Əgər NH3 istəsəydi bizdən, ola bilər ki, bəzi məsələlərdə NH3-ü də istəyir. Burada bir hərf qeyd edilir C. Başlanğıc, məhsulun hər zaman başlanğıcı 0 olur. Bunu yazıda saxlayın. Məhsulun hər zaman başlanğıcı 0 olur. Çünki məhsul hələ mövcud deyil, hələ reaksiya getməyib. Gedəndən sonra mövcud olacaq ki, o da sərf olunan sayılacaq. Və başlanğıcı məhsulun sərf olunanı neçədirsə, tarazlığı da o qiyməti olur. Çünki məhsulda heç vaxt artıq qalma söhbəti olmur. Ona görə yazdım C. İstəsəz C-ni də tapa bilərik tənasüblə. Yazaram 1,5-ə C-dirsə, 1,5 nə idi? Hidrogen. Hidrogen əmsalı neçədir? 3. 3-ə isə NH3-ün əmsalı neçə idi? 2. Əmsala görə tənasübü qurursunuz. O da eləyəcək 1. Oldu 1. Burada gətirib 1 yazıram. Anladınız? Burada artıq 1 ilə 1-i cəmləyib orada 2 yazmaq olmaz. Ümumiyyətlə, məhsulun başlanğıcı 0 olur.